İsrailin yüksələn aslan əməliyyatının hazırlanması prosesi dünyanın diqqət mərkəzindədir. 8 ay ərzində qurulan bu planın həyata keçirilməsinə dair bir neçə versiya mövcuddur. İddialara görə Təl-Əviv İran ərazisinə gizli qruplar yerləşdirib. The Atlantic-in məlumatına görə prosesdə rejimə qarşı olan İranlılar da iştirak ediblər. Əvvəlcədən təyin olunan ərazilərdə kiçik dron bazaları yaradıblar. Pilotsuz uçuş aparatı və partlayıcılar xüsusi avtomobillərə qoyulub. Hücumlardan bir neçə ay əvvəl bombalarla təchiz edilən kvadrokopter hissələri qaçaqmalçılıq yolu ilə İran ərazisinə keçirilib. The Wall Street Journal yazır ki, proses ixrac adı altında həyata keçirilib. Ölkəyə sızan Mossad agentləri isə bu avadanlıqları toplayaraq gizli qruplara çatdırıblar. Mossad komando bölmələri İranın zenit sistemlərini zərərsizləşdirmək məqsədi ilə raket batareyalarını hədəfə alıblar. Onlar həmin ərazilərdə dəqiq idarə olunan silah sistemləri yerləşdiriblər. İsrailin hücumları başlayanda gizli qruplar kritik sistemləri sıradan çıxarıblar. Xarici mediaya görə bu əməliyyat isə Tehranın zərbələrə cavab vermək qabiliyyətini zəiflədib. İddialara əsasən İslam Respublikasının mərkəzində partlayıcı dron bazası da yaradılıb. Hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi üçün müxtəlif nəqliyyat vasitələri ilə gizli hücum sursatları ölkəyə keçirilib. Qeyd edək ki, İranın Rey şəhərində İsrail Kəşfiyyat Agentliyinin Mossadın dron emalatxanası aşkarlanıb. Şəhər polis rəisi polkovnik Hüseyn Mafi bildirib ki, mənzillərdən biri giriş və çıxışlarla bağlı şübhə doğurub. Kəşfiyyat qrupları və polis bölmələri dərhal əməliyyata başlayıb. Əməliyyat zamanı bu mənzildə xeyli sayda pilotsuz uçuş aparatı, kamikatse puaların istehsalı üçün avadanlıq, bomba düzəltmək üçün avadanlıq və digər əşyalar aşkar edilərək götürülüb. İran rəsmilərinin öldürülməsinin yüksələn aslan əməliyyatındakı tapşırıqlarından sadəcə biri olduğu açıqlanıb. Planın digər istiqamətində isə hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması yer alıb. Məlumata görə Mossad həmin şəxslərin dosyalarını toplamaq üçün İsrail ordusu ilə birgə işləyib. Gizli qruplar həm dronlarla, həm də birbaşa həmin şəxslərin evlərinə sızaraq sui-qəsd hazırlayıblar. Öldürülən məmurları əvəz edə biləcək şəxslərə isə təhdid mesajları göndərilib. In the past 24 hours, we've taken out top military commanders, senior nuclear scientists, the Islamic regime's most significant enrichment facility, and a large portion of its ballistic missile arsenal. More is on the way. Əməliyyatın əsas hissəsi isə İranın raket daşıyan yük maşınlarının hədəfə alınması olub. İsrail qırıcıları Tehran səmasına daxil olmadan əvvəl sursatların ətrafında yerləşdirilən partlayıcı qurğular işə salınıb. İranın hava hücumundan müdafiə sistemləri məhv edilib. Bu, F-35'lərin Tehranın hava məkanına asanlıqla daxil olmasına imkan verib. Xarici nəşrlər iddia edir ki, İrandan gələn açıqlamalar Mossad agentlərinin ölkəyə sızdığını təsdiqləyir. Hətta bununla bağlı Tehran həbslərə də başlayıb. Casusluqda ittiham olunan şəxslər partlayıcı maddələr hazırlayarkən saxlanılıblar. Onlardan biri artıq edam olunub.